Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bugün OTK blok sınağı keçirilibdir və həmin blok sınağında maraqlı bir sualımız var. Ağıllı uşaq nağılı ilə bağlıdır. Ağıllı uşaq nağılı 6-cı sinif dərsliklərində öz əksini tapıbdır. Təbii ki, köhnə 6-cı sinif dərs vəsaitində və bizdən səbəb nəticəni istəyir və bu səbəb nəticədə əlaqə pozulsun. A variantında qeyd olunub ki, xanın göndərdiyi adamlar hiləyə əl atırlar, nəticədə qocalar inanıb xoşluqla kənddən çıxırlar. Dərsliyin hissəsini sizə göstərim. Burada həqiqətən də xan adamları gəlir və hilə əl atırlar. Qocalar da yarı zor, yarı xoş, əlatsız qalıb xanın adamları ilə gedirlər. Yəni bu inanmasını sual işarəsini alaq da xoşluqla getməsi imkansızdır. Çünki yarı zor, yarı xoş deyə bir ifadə var dərslikdə. Buna görə də səbəb nəticə A variantında pozulubdur. B variantında xanın 2 sualına cavab tapır və Əhməd qocadan məsləhət istəyir. Səbəb nəticədə də qoca xanın 2 sualına cavab tapır. İndi burada xanın sualları var. Bax, birinci sual alma göndərir və almanın yaşının tapılmasıdır. Hətta 3 gün vaxt deyir ki, tapılması lazımdır. Tapılmasa kəndi talan eləyəcək. Əgər tapdıqdan sonra da iş bitmir, xanın sevdiyi heyvan üstə gələkdə tapılıb bitirdikdən sonra gələn adam da boyca hündür olmalıdır şahdan. 3 fərqli fikir var hal-hazırda ki, bunu həll eləməlidirlər. Və Əhməd də nə edir? Xanın şərtlərini gedib bir müdrik qocadan kömək istəyir. Qoca da oturub fikirləşir ki, bunu necə tapa bilər və sualların cavabını, bax burada dərslikdə də sual formasında qeyd olunubdur o, sualların cavabını necə tapmağı Əhmədə öyrədir. Və axırda deyir ki, onların bircə sirrini tapa bilmədim. O da xanın sevdiyi hansı heyvandır, onu məhz bilmirdi. Və biz gördük ki, deməli ilk əvvəl almaların sirrini bilib, boyca ondan hündür olmasını da tapıbdır. Bu ortada xanın xoşladığı heyvan hansıdır, onu qoca bilməyibdir də. Budur. Demək ki, nə oldu? Əhməd qocadan məsləhət getdi istəməyə və həqiqətən 2 sualının cavabını tapdı. Burada sual nə üçün deyirik? Yenə də dediyim kimi dərslikdə bax, burada öz əksini tapıbdır. Sonra sualların cavabını necə tapmağı fikrinə əsasən biz bunu deyə bilərik. Əgər bir sual olsaydı, sualın yazardılar. Cəm şəkilçisi var deyə biz onu suallar kimi qəbul eləməliyik. C variantı, D variantı çox sadə bir sualdır. Həqiqətən də bunlar mətn öz əksini tapıbdır. E variantı bəlkə fikrinizi yayındıra bilər ki, kənddə dünya görmüş qocalar yaşayır və xan kəndi tuta bilmir. Bu əsərin ta əvvəlindən biz görürük ki, xan qonşu kəndi gedə bilmir. Çünki orada həqiqətən də müthirik qocalar yaşayır. Bunun da qarşısını almaq üçün hiləyə əl atır və hiləni xan görür ki, hiləsi baş tutubdur, qocalar gəlibdir. Ondan sonra təklifi ilə kəndə gedir ki, kəndi tutsun. Və bununla da 62-ci sualın cavabı A variantıdır.